İnsanlar, ister sözünüzü gizli saklayın, ister açık deyin, hiçbir farkı yoktur. Allah ürəydə olanları bilendir. Meğer Yaradan sizin gizli sakladığınız her şeyi bilmez mi? O her şeyi inceliğine kadar bilendir. Her şeyden haberdardır. Yer küresini size ram eden O'dur. Onun koynunda gezin, Allah'ın ruzisinden yiyin. Ahır dönüş de O'nadır. Ey insanlar! Göyde olanın, Allah'ın yer harekete gelip çalkalandığı zaman sizi onun dibine batırmayacağına eminsiniz mi? Yahut göyde olanın sizin üstünüze taş yağdıran bir yel göndermeyeceğine arxayınsınız mı? Onda benim sizi azabla korkutmağımın necə olduğunu mütləq biləcəksiniz. Onlardan, Məkkə müşriklərindən əvvəlkilər də öz peyğəmbərlərini təksib etmişdilər. Ya peyğəmbər, bir görəydin mənim onları cəzalandırmağım necə oldu? Məyər onlar başları üstündə səhv çəkib qanad çalarak, qanadlarını açıb yumaraq uçan quşları görmürlərmi? Onları göydə ancaq rəhman olan Allah saxlayır. Həqiqətən o, hər şeyi görəndir. Yaxud bu əskərləriniz, köməkçiləriniz kimdir ki, onlar sizi rəhmanın əzabından qutara bilsinlər? Bəndələri Allahın əzabından, onun özündən başqa heç kəs xilas edə bilməz. Kafirlər sadəcə olaraq aldanmaqdadılar. Eğer Allah öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar cahillikləri üzündən, dikbaşlıqdan və haqqa nifrət etməkdən əl çəkmirlər. Elə isə küfrü ucbatından üzü üstə sürünən daha haqq yoldadır, yoxsa düz yolda düz gedən? Ya Peyğəmbər, de, sizi yoxdan yaradan, size kulak, göz ve kalp veren O'dur. Allah'ın nimetlerine ne az şükredirsiniz. De, sizi yeryüzüne yayıp sefeleyen O'dur. Kıyamet günü onun huzuruna toplanacaksınız. Onlar müşrikler değiller. Eğer doğru danışanlardansınızsa bir haber verin görey bu vaat, hak hesap, ceza ne vaxt yerine yetecektir? De, onu bilmək yalnız Allah'a nasip. Mən isə ancaq sizi Allah'ın əzabıyla açıq aşkar qorxudan bir peyğəmbərəm. Kafirlər əzabın yaxınlaşdığını gördükləri zaman üzləri eybəcər kökə düşəcək. Və onlara sizin dünyada istədiyiniz və həmişə istehza edib